Za, do. Nəyəsə, nə qədərsə qalmağı göstərir. Məsələn, za час до вылета. Uçuşa 1 saat qalmış. За месяц до свадьбы. Toya 1 ay qalmış. За год до поездки. Getməyə, harasa getməyə 1 il qalmış. За час до seriala. Seriala 1 saat qalmış. Sadəcə 30 saniyə yeni 3 cümlə öyrənirsiniz. Eyni zamanda bir neçə də sözlər öyrənirsiniz. Və 1 saata 20-25 cümlə, bir həftəyə 600 cümlə öyrənmək istəyirsinizmi? Söz yox, 600 cümlə. Əminəm ki, istəyirsiniz. Çünki indiki zamanda xarici dillər çox lazımdır. Onda nə etməlisiniz? Çox sadə. Hər gün 00-da canlı yayınma gəlməlisiniz. 1 saat olur. Bu canlı yayımın sizə faydası dəymək üçün nə etməlisiniz? Bax, bu elan və aşağıda da nömrə qeyd olunub. O WhatsApp nömrəsinə yazırsınız, kitabımı əldə edirsiniz və harada yaşayırsınız yaşayın, dünyanın harasında yaşayırsınız yaşayın, hansı xarici ölkədə yaşasaz belə kitabı əldə edə bilərsiniz. Necə? Yəni yazırsınız nömrəyə, əldə edirsiniz. Çünki bu kitab PDF, elektron variantdadır. Dediyim kimi əldə edirsiniz. Axşam saat 12-də bu səhifəmdə canlı yayıma gəlirsiniz və 1 saat boyu hər gün 1 saat canlı yayımlardan faydalanırsınız. Yəni bu günə kimi öyrənməyə çalışmısınız. Bu gün sabah bəhanə qazanmışsınız, eləməmişsiniz. Heç olmasa indi tənbəlliyinizi atın, gəlin canlı yayıma. Hər birinizi gözləyəcəm. Dediyim kimi kitabı mütləq əldə edin. Necə deyərlər, sizdən kitabım, məndən nəticəniz. 11 illik müəllimlik təcrübəsi olan bir müəllimə kimi 100% garantiya verirəm.